Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində əsas yola 100 metr olmayan bir qəşəng bir 2 mərtəbə evimiz çıxıb satışa. Kupçalı evdir, 1,7 sot təmiz çıxarışda əks olunmuş sahəsi var, torpaq sahəsi var. Evin də torpağında kupçası var. Evimiz 100 kvadrat, 2 mərtəbə, 4 otaqdır. Həyətinə də görürsünüz, 2 maşın daxil olur. Garajımız var. Bu evin həyət qapısı görürsünüz. Burada ağac güləkmək üçün yeri var. Yayda qəşəng burada üzüm çardağı var. Üzümlər qəşəng yetişir. Şanı üzümdür. Evimiz ikinci mərtəbə, 2 yataq otağı, mətbəx, sanitar qovşaq, hol və salondan ibarətdir. 3 otaq yuxarıda, 1 otaq mətbəx, sanitar qovşaq isə aşağıdadır. Buradan mən qaraj hissəni göstərim sizə. Bax, qarajımız da var. Qaraja da rahat bir böyük cip maşın daxil ola bilər. Yaxşıdır. Kombi sistemi, evimizin kombi sistemi var. İşlək vəziyyətdədir. Həyəti də bu cür. Qiymət 87.000 manat. Paket kupça, ipoteka yararlı. Sadəcə evin kosmetik işləri qalıb. Kim alsa evə bir dənə qəşəng bir emulsiya tarsovka ilə vursa, qəşəng yaşanlısı evdir. Hal-hazırda yaşanlısı evdir. Yaşanlı evdə təmizlik işləri gedir. Burada belə bir həyətin sanitar qoşuq hissəsi var, işlək vəziyyətdə. Birinci mərtəbəyə girdik, qəşəng işıqlı, fərah. Burada girişdə mətbəx mebel qarşılayır. Bizdə 2 ailə üçün tam yararlıdır. Bu əşyalar da qala bilər. Evimiz tam əşyasız satılır. Bəzi əşyalar, televizor, stol, mətbəx mebeli, kombi qalacaq. Evdə 2 ədəd paltaryan, 1 ədəd soyuducu var. Onlar da qala bilər. Mətbəx hissəmiz bura isti pol, döşəmədən isitmə. Burada belə bir kladovkamız var. Artıq əşyaları, banka balonu yığmaq üçün qəşəng mətbəx mebelimiz. Buradan keçirik. Birinci mərtəbədə salon var. Böyük bir salon var. Hardasa 24-26 kvadrat. Endim isə 4-ün 6-ya. 4-ün 6 yarıma hardasa 27 kvadrata, 28 kvadrata yaxındır. Burada da isitmə sistemi, kombi. Burada arxasında boş ərazi var. Yəni buradan qapıda qoyub pəncərənin birini ləğv edib qapıda qoyub arxaya manqal salmaq olar və yaxud da ki, artıq əşyalar yığmaq üçün saxlanıc yeri kimi istifadə etmək olur. Qəşəng təmirlidir. Kimin zövqü üçün deyilsə, öz zövqü üçün divar kağızda vura bilər. Qəşəng təmirli. Bu birinci mərtəbə salon. 2 ailəlik üçün yararlıdır. Gözəl biri. Buraları döşəmədən isitmədir.